Salam, mən Kərim Məmmədov. Artıq 7 aydır ki, Kasakap Kulinariya Mərkəzində təhsil alıram. Bu il Kasakap 2025-ci il yarışmasında sushi kateqoriyasında 3-cü yerə layiq görülmüşəm. Kasa Kulinariya Mərkəzinin bizə öyrətdikləri nəticəsində, əcnəbi şeflərin bizə göstərdiyi yeməklər nəticəsində biz Kasakap 2025-də verdiyimiz nəticələrdən tamamilə razıyıq və buranı bütün gənclərimizə tövsiyə edirəm. Biz nəyə görə Kasa Kulinariya Mərkəzini seçməliyik? Səbəb budur ki, bizə burada göstərilən yüksək səviyyədə təhsil və bizə dərs keçən əcnəbi şeflərin bizə göstərdiyi texnikalar, sozlar, yemək taktikaları və göstərilən müəyyən bir dekorlar çox yüksək səviyyəsindədir. Və bizim burada təhsil almamızın səbəbindən biri budur ki, və gənclərə tövsiyəmiz budur ki, təhsilin sonunda bizə verilən diplomlar, sertifikatlar qlobal səviyyədədir və dünya səviyyəsində tanınır. Hər bir aşpazın öz sahəsi üzərində inkişafı üçün Kasa Kulinariya Mərkəzinin təhsil almağı çox vacibdir.